İki evim olduğu halda tikinti şirkəti bir mənzilin kompensasiyasını ödəyir. Bunu paytaxt sakini Siyavuş Əskərov iddia edir. Onun sözlərinə görə Yasamal rayonu Kazım Kazımzadə küçəsindəki həyət evləri plana düşüb. Lux Residence tikinti şirkəti həmin ərazidə sakinlərlə razılaşıb və kompensasiya etməklə ərazidəki evlərin sökülməsinə başlayıb. Siyavuş Əskərov iddia edir ki, həmin ərazidə onların 32 və 34 ünvanında iki evləri var. Amma şirkət onlardan birinin ödənişini edir. Bizim 2 dənə mənzilimiz var. Birində 34-də bizim kopsamız var. Onu təsdiq edən hər bir sənədimiz var. 32-də də həmçinin. Ona dair də bizim qeydiyyatımız var, işıq pulu vermişik, su pulu vermişik. Biz zəng vurduq şirkətin rəhbərinə ki, Rafael müəllimə ki, bizim niyə görə evimizin 32-nin pulunu vermirsiniz? Deyir ki, 32-nin bir sənədi var ki, bizə ona pul verək. Sadəcə olaraq kupça yoxdur. O demək deyil ki, bu evə dair heç bir pul ödənilməyəcək və s. ilaxır. Tikinti şirkətinin direktoru Rafael Mirzəyev isə bildirdi ki, ərazidə 30-a yaxın həyət evi var və həmin şəxslərlə ötən ilin iyun ayında razılığa gəlib mənzillərin sökülməsini icra edirlər. O ki qaldı Siyavuş Əskərovun evinə, Rafael Mirzəyev də iddia edir ki, həmin şəxs və onun ailə üzvləri ilə razılaşıblar və buna aid ərizələri də var. Orada iki ünvan yoxdur. Bütün bu qardaşların, yəni bu evdə yaşayan qardaşların forma 1, forma 2 çıxarış, hamısı Kazım Kazımzadə 34 ünvanladır. Lakin ev böyük olduğuna görə təxminən 180 kvadrat metrə yaxın mənzildir və bunun girişi vaxtı ilə 34 ünvanda olub, sonra o qapını bağlayıb 32 ünvandan açıblar. Bu evin dəyişməsinə dəlalət eləmir. Mənzil bir dənə evdən söhbət gedir və bir evə də kompensasiya verilib, təhvil verməsini şirkət gözləyir. Səbirlə, heç bir müdaxilə olunmadan və heç bir söküntü işi aparmadan sadəcə qanuni yollarla evin təhvil verməsini tələb edirik. Onu da məhkəmənin qərarından sonra məlum olacaq. Qeyd edək ki, tərəflər məhkəməyə müraciət ediblər və son qərarı da məhkəmə verəcək. Ramal Abdullayev, Aydın Bayramov, Xəzər xəbər.